Kədərin epigenetik tərəfi varmı, nəsildən nəslə ötürən? Çünki elə insanlar var ki, onlar baxırsan yaradılış etibarilə bəlkə də uşaqlıqdan onda bir kədər var. Problemi olmayan da xoşbəxtliyi axtarır. Çünki nəyi axtarırsansa o səndə yoxdur. Davamlı xoşbəxtliyi axtaran adam kədərli adamdır. Bunun səbəbləri epigenetika ilə də bağlı ola bilər və bunun səbəbləri insanın özünün bastırılmış duyğuları ilə də bağlı ola bilər. Yəni bir insan, məsələn, cavanlıqda, gənclikdə hansısa bir şeyi əldə eləmək istəyirmiş. Ancaq o uğurun o qədər uğursuzluğa düçar olur ki və o uğursuzluğun təsirindən çıxa bilmir. Hətta 50 yaşına qədər gəlir bu insan. Buraxmır o keçmişdə yaşanan. Çünki keçmişlə əlaqəli bir duyğudur, kədər duyğusu. Və keçmişdən gələcəyə aparılan bir duyğudur. Mən bayaq dedim o keçid dövrü var, kədərin keçid dövrü var. Yəni əgər sən dəyişmək dövrünü keçə bilmirsənsə dayan, düşün, dəyiş. Bax o düşünmə dövründə olunan səhvlər, sındırılmış, yəni psixologiya, alınmış travma, o insanı dəyişdirmədiyinə görə insan özünü qınayır. Buna bastırılmış kədər də demək olar. Və belə insanlar əlbəttə ki, bəzən bunu özlərindən miras qoyurlar. Çünki o inamsız atalar, o sınmış atalar, belə deyək, öz arzusuna çatmayan atalar, oğul belə bir işə gedəndə ona deyir ki, bunu eləmə. Niyə? Onu da oradan elə bil ki, qorxudur. Acısını yaşayıb deyə bəli, bəlkə də. Acısını yaşayıb deyə onu da o yoldan döndərməyə çalışır. Və bu yolla o öz necə deyim, o öz keçə bilmədiyi yola inanmır ki, ondan sonraki gəlib keçə bilər və ona görə də əlbəttə ki, miras şəklində onu evladlarına ötürə bilər. Bəzən kədərin elə dərin epigenetik bütün nəsil, yəni oğul, atanın nəvəsi və yaxud nənə, babadan gəlmə o qədər dərin izləri olur ki və araşdırırsan, görürsən ki, bu bəlkə də 100 il bundan qabaq baş vermiş bir hadisədir. Bütün nəsil ondan əziyyət çəkir. Bəli. Bu məsələn tutaq ki, məsələn Xocalı faciəsindən danışmaq istəyirəm. Bax bu faciə bir epigenetik bir faciədir. Bu bir epigenetik bir kədərdir. Siz təsəvvür eləyin ki, orada olan minlərlə insanın balaları, onların nəvələri, onların nəticələri, neçə nəsil bu qorxunu, çünki orada qorxu və kədər var. Çünki qorxu keçirdiblər, həm də itki keçirdiblər. Yəni onların gözlərinin qabağında evladları, anaları, doğmaları məhv olub gedib. Təsəvvür edin ki, bu insanların o epigenetik davamı neçə illər davam edəcək. Amma ondan necə çıxmaq başqa bir deməli mövzudur.